Qoç. Bugün daxili enerjinizin pik həddə çatdığını hiss edərək yuxudan oyanacaqsınız. Marsın fəal mövqeyi qarşınıza çıxan hər bir fürsəti dəyərləndirmək üçün sizə əlavə cəsarət bəxş edir. İş yerində rəhbərliyin diqqətini çəkəcək fərqli layihə təklifləri ilə çıxış etmək üçün ideal zamandır. Uzun müddətdir təxirə saldığınız çətin tapşırıqları bugün cəld bir şəkildə tamamlaya bilərsiniz. Şəxsi münasibətlərdə partnyorunuza qarşı daha diqqətli və anlayışlı olmaq bağlarınızı möhkəmləndirəcək. Maddi məsələlərdə plansız xərclərdən qaçaraq büdcənizi qorumağa çalışmalısınız. Yaxın dostlarınızdan birinin sizə verəcəyi məsləhət gələcək planlarınızda mühüm rol oynaya bilər. Bədəninizin siqnallarına qulaq asaraq axşam saatlarında qısa bir gəzintiyə çıxmaq sizə yaxşı təsir edəcək. Fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri düzəltmək üçün ilk addımı atmaqdan çəkinməyin. Yaradıcılıq potensialınız yüksək olduğundan yeni bir hobbiyə başlamaq intuisiyanızı gücləndirə bilər. Subay qoçlar üçün bugün gözlənilməz bir məkanda maraqlı tanışlıq vəd olunur. Özünüzə olan inamınızı yüksək tutaraq qarşılaşdığınız kiçik maneələri asanlıqla dəf edəcəksiniz. Tələsik qərarlar verməkdən qaçmaq strateji hədəflərinizə daha tez çatmağınıza kömək edər. Səhhətinizlə bağlı profilaktik tədbirlər görmək gələcəkdə yarana biləcək yorğunluğun qarşısını alacaq. Hüquqi və ya rəsmi sənədləşmə işlərində diqqətli olmaq sizi böyük bir bəladan qurtaracaq. Ruhunuzu dincəldəcək musiqilər dinləmək daxili harmoniyanızı yenidən bərpa etməyə imkan verəcək. Bugün kainatın sizə sunduğu şansları düzgün qiymətləndirməli və irəliyə doğru böyük addım atmalısınız. Buğa. Günün ilk saatlarında maliyyə durumunuzu tənzimləmək üçün yeni strateji planlar hazırlaya bilərsiniz. Sabitliyə olan ehtiyacınız bugün investisiya qərarlarında daha təmkinli davranmağınızı tələb edir. Ətrafınızdakı insanların fikirlərinə hörmətlə yanaşaraq komanda işində böyük uğurlar qazana bilərsiniz. Karyeranızda uzun müddətdir gözlədiyiniz dəstəyi bugün təcrübəli bir həmkarınızdan alacaqsınız. Sevgilinizlə keçirəcəyiniz romantik bir şam yeməyi aranızdakı köhnə inciklikləri tamamilə unutturacaq. Evinizdə rahatlıq yaratmaq üçün kiçik interyer dəyişiklikləri etmək əhvalınızı xeyli yüksəldə bilər. Həzm sisteminizə diqqət yetirməli, ağır və yağlı yeməklərdən uzaq durmalısınız. Bugün alacağınız bir xəbər sizə gələcəklə bağlı mühüm qərarlar verməkdə kömək edəcək. Zehni yorğunluğunuzu azaltmaq üçün kitab oxumağa və ya meditasiyaya vaxt ayırmağınız tövsiyə olunur. Haqsızlığa uğradığınızı düşündüyünüz məsələlərdə emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizə üstünlük qazandıracaq. Əlaqə saxlamadığınız köhnə dostlarınızın sizi axtarması gününüzə xüsusi bir rəng qatacaq. Fərdi inkişafınız üçün faydalı olacaq onlayn təlimlərə qatılmaq intellektual səviyyənizi artıracaq. Həyatın təklif etdiyi gözəllikləri görmək üçün tələsmədən anın dadını çıxarmağa çalışın. Səbr nümayiş etdirdiyiniz hər bir mövzuda günün sonunda qazanan tərəf mütləq siz olacaqsınız. Şəxsi sərhədlərinizi qorumaqla başqalarının sizin enerjinizi sormasının qarşısını ala bilərsiniz. Bugün daxili səsinizə güvənmək reallıqları daha aydın görməyinizə şərait yaradacaq. Gecə saatlarında dərin və dinc bir yuxu növbəti günə gümrah başlamağınızı təmin edəcək. Əkizlər. Bugün ünsiyyət bacarıqlarınız sayəsində girdiyiniz hər bir mühitdə diqqət mərkəzində olacaqsınız. Yeni ideyalarınızı ətrafdakılara çatdırmaq üçün bəlağətli fəsahətinizdən maksimum dərəcədə yararlanmağınız səmərəli olacaq. Səyahət planları qurmaq və ya fərqli mədəniyyətlərlə tanış olmaq üçün mükəmməl bir gündür. Ticarət və reklam sahəsində çalışan əkizlər üçün gəlirli müqavilələr imzalamaq şansı yaranır. Eyni anda bir neçə işlə məşğul olmaq diqqətinizin yayılmasına səbəb ola bilər, ona görə də prioritetləri müəyyənləşdirin. Yaxın ətrafınızla apardığınız intellektual müzakirələr sizə yeni dünya görüşü və fərqli baxış bucaqları qazandıracaq. İki fərqli seçim arasında qaldıqda məntiqinizlə bərabər mütləq hisslərinizə də güvənməlisiniz. Sevgiyə münasibətinizdə daha səmimi və şəffaf olmaq qarşı tərəfin sizə olan inamını artıracaq. Sinir sisteminizi qorumaq üçün gərgin müzakirələrdən və münaqişəli mühitlərdən uzaq durmağınız şərtdir. Bugün sosial şəbəkələrdə keçirəcəyiniz vaxtı azaldıb real həyatdakı dostlarınıza zaman ayırmalısınız. Kreativ layihələrdə iştirak etmək gizli qalmış potensialınızı üzə çıxarmağa kömək edəcək. Maddi baxımdan gözlənilməz kiçik qazanclar gün ərzində keyfinizi xeyli kökləyə bilər. Özünüzü ifadə edərkən kəskin sözlərdən qaçmaq yarana biləcək anlaşılmazlıqların qarşısını alacaq.
Müvəffəqiyyətə gedən yolda köhnəlmiş metodlardan imtina edib müasir texnologiyalara yönəlməlisiniz. Bugün fiziki aktivliyinizi artırmaq bədəninizdəki yığılmış mənfi enerjini tamamilə yox edəcək. Başqalarının problemlərini həll etməyə çalışarkən öz şəxsi ehtiyaclarınızı arxa plana atmamalısınız. Günün sonunda əldə etdiyiniz təcrübələri analiz etmək gələcək uğurlarınızın təməlini qoyacaq. Xərçəng. Ayın mövqeyi bugün emosional dünyanızda dərin və mənalı dəyişikliklərin baş verəcəyinə işarə edir. Ailə üzvlərinizlə keçirəcəyiniz zaman sizə mənəvi rahatlıq və güclü təhlükəsizlik hissi bəxş edəcək. Keçmişdə baş vermiş hadisələri daim düşünməkdən imtina edərək indiki zamanın gözəlliklərinə fokuslanmalısınız. İş yerində həmkarlarınızla quracağınız empatiya sayəsində ortaq layihələrdə yüksək nəticələr əldə edəcəksiniz. İntuisiyanız olduqca güclü olduğundan riskli addımlar atmazdan əvvəl daxili hisslərinizi mütləq dinləyin. Maddi məsələlərdə yığıma üstünlük vermək gələcək planlarınızın həyata keçməsini asanlaşdıracaq. Yaxın bir dostunuzun mənəvi dəstəyə ehtiyacı ola bilər, ona kömək əlini uzatmaqdan çəkinməyin. Sağlamlığınıza qayğı göstərmək üçün bugün su balansınızı qorumağa xüsusi diqqət yetirməlisiniz. Şəxsi həyatınızda partnyorunuzun gizli istəklərini başa düşmək münasibətlərinizə yeni bir nəfəs gətirəcək. Yaradıcılıqla məşğul olmaq emosional gərginliyinizi azaltmaq üçün ən effektiv üsullardan biridir. Bugün qarşınıza çıxan maneələr əslində sizə daha güclü olmağı öyrədən gizli dərslərdir. İşgüzar görüşlərdə öz hüquqlarınızı qorumaq üçün daha qətiyyətli və inamlı davranmalısınız. Evinizdə asayiş və harmoniya yaratmaq üçün təmizlik işləri ilə məşğul olmaq zehninizi də təmizləyəcək. Yad insanların tənqidlərinə qarşı dözümlü olmalı və daxili dincliyinizi pozmalarına icazə verməməlisiniz. Bugün yeni bir əmlak və ya ev əşyası almaq üçün uyğun zəmin yarana bilər. Ruhunuzun tələb etdiyi tənhalığı yaşamaq üçün axşam saatlarında özünüzlə baş-başa qalmağınız faydalıdır. Şir. Bugün günəşin enerjisi sayəsində ətrafınıza parlaq işıq saçacaq və hamının rəğbətini qazanacaqsınız. Liderlik keyfiyyətlərinizi nümayiş etdirərək çətin və mürəkkəb layihələrin öhdəsindən asanlıqla gələ bilərsiniz. Şəxsi ambisiyalarınızı reallaşdırmaq üçün qarşınıza çıxan yeni əməkdaşlıq təkliflərini mütləq dəyərləndirin. Özünüzə olan güvəniniz ətrafınızdakı insanların da sizə inanmasına və ardınızca gəlməsinə səbəb olacaq. Eşq həyatınızda ehtiraslı və romantik anlar yaşamaq üçün bugün mükəmməl imkanlar yaranır. Maddi sahədə lüks xərclərə olan meylinizi idarə etmək gələcək maliyyə böhranlarının qarşısını alacaq. Sağlam və gümrah qalmaq üçün onurğa sütununuza diqqət yetirməli, idman hərəkətlərinə vaxt ayırmalısınız. Dostlarınızla təşkil edəcəyiniz sosial aktivliklər sizə unudulmaz və maraqlı anlar bəxş edəcək. Fəaliyyətinizdə təkəbbürlü davranmaqdan qaçmaq iş yoldaşlarınızla münasibətlərin korlanmasının qarşısını alar. Səhnədə və ya diqqət mərkəzində olmaq təbii xarizmanızı daha da qabardaraq nüfuzunuzu artıracaq. Sizi ruhdan salmağa çalışan negativ insanlardan uzaq duraraq öz hədəflərinizə fokuslanmalısınız. Bugün alacağınız təriflər gördüyünüz işlərin nə qədər doğru olduğunu bir daha sübut edəcək. Yeni geyim tərzi və ya imic dəyişikliyi etmək daxili enerjinizin xaricə əks olunmasına kömək edəcək. Həyat yoldaşınızın və ya sevgilinizin fikirlərinə dəyər vermək qarşılıqlı hörməti daha da ucaldır. İşgüzar danışıqlarda öz şərtlərinizi diktə edərkən qarşı tərəfin də maraqlarını nəzərə almağınız vacibdir. Axşam saatlarında yaradıcı layihələriniz üzərində işləmək sizə böyük bir zövq verəcək. Qız. Merkurinin dəstəyi ilə bugün analitik düşüncəniz və detallara olan diqqətiniz ən yüksək səviyyədə olacaq. İş yerində nizam-intizam yaratmaq və sənədləşmə işlərini qaydaya salmaq üçün çox məhsuldar gündür. Planlı şəkildə hərəkət etmək vaxt itkisinin qarşısını alacaq və tapşırıqları vaxtında bitirməyə imkan verəcək. Sağlamlığınıza xüsusi diqqət yetirməli, qidalanma rasionunuza təbii və vitaminli məhsullar daxil etməlisiniz. Münasibətlərinizdə həddindən artıq tənqidi olmaq tərəfdaşınızla aranızda soyuqluq yarada bilər, buna görə də mülayim olun. Maddi məsələlərdə qənaətcil davranmaq gələcəkdə quracağınız böyük layihələr üçün möhkəm zəmin hazırlayacaq. Ətrafınızdakı insanların sizdən kömək istəməsi daxili humanizm duyğunuzu daha da gücləndirəcək. Zehni yüklənməni azaltmaq üçün təbiət qoynunda qısa zaman keçirmək sizə çox yaxşı təsir edəcək. Bugün öyrənəcəyiniz yeni bir məlumat gələcək peşəkar fəaliyyətinizdə əvəzsiz rol oynaya bilər. Səbirsiz davranışlardan qaçaraq hər bir işin təbii axarında inkişaf etməsinə icazə verməlisiniz.
Dostlarınızla birlikte intellektual oyunlarda iştirak etmək həm əyləncəli, həm də öyrədici olacaq. Şəxsi həyatınızda gizli qalan bəzi sirlərin açılması hadisələrə fərqli prizmadan baxmağınızı təmin edəcək. İşgüzar tərəfdaşlarınızla aparacağınız müzakirələrdə dəqiq faktlara əsaslanmaq mövqeyinizi xeyli gücləndirəcək. Yuxu rejiminizə riayət etmək gün ərzində itirdiyiniz enerjini tez bir zamanda bərpa etməyə kömək edər. Özünüzü başqaları ilə müqayisə etməkdən əl çəkib yalnız öz şəxsi inkişafınıza diqqət yetirməlisiniz. Yaradıcı yazılar yazmaq və ya gündəlik tutmaq daxili dünyanızı nizamlamaq üçün faydalı vasitədir. Tərəzi. Bugün Veneranın harmonik enerjisi sayəsində daxili dünyanızda tam bir tarazlıq və hüzur hökm sürəcək. Şəxsi və işgüzar münasibətlərdə diplomatiya bacarığınızdan istifadə edərək bütün münaqişələri asanlıqla həll edə bilərsiniz. İncəsənətlə məşğul olmaq və ya muzeyləri ziyarət etmək estetik zövqünüzü daha da oxşayacaq. Sevdiyiniz insanla keçirəcəyiniz anlar aranızdakı emosional bağı və qarşılıqlı etibarı maksimuma çatdıracaq. Maddi məsələlərdə gözəl əşyalar almaq istəyi büdcənizə mənfi təsir göstərə bilər, ona görə də ehtiyatlı olun. Ədalətli mövqeyiniz sayəsində ətrafınızdakı insanlar tərəfindən münsif statusunda qəbul edilə bilərsiniz. Sağlamlığınızı qorumaq üçün böyrəklərinizin fəaliyyətinə diqqət yetirməli və kifayət qədər maye qəbul etməlisiniz. Yeni iş təklifləri və ya əməkdaşlıqlar gələcək karyeranızda mühüm sıçrayış nöqtəsi ola bilər. Qərarsızlıq yaşadığınız anlarda ürəyinizin səsinə qulaq asmaq ən doğru yolu tapmağınıza kömək edəcək. Yaxın dostlarınızla birlikdə keçirəcəyiniz şən bir axşam sizi gündəlik streslərdən tamamilə uzaqlaşdıracaq. Öz xarici görünüşünüzə qulluq etmək daxili inamınızı artıraraq cəlbediciliyinizi 1/5 yüksəldəcək. Bugün aldığınız məlumatları dərhal tətbiq etmək sizə rəqibləriniz qarşısında böyük üstünlük qazandıracaq. Başqalarının problemlərini həll edərkən öz prioritetlərinizi unutmamağınız mənəvi sağlamlığınız üçün vacibdir. Səxavətli tərəfiniz bugün ehtiyacı olan insanlara yardım etmək üçün sizi hərəkətə keçirəcək. Sülhsevər təbiətiniz ətrafınızdakı aqressiv enerjiləri neytrallaşdırmaq gücünə malikdir. Axşam saatlarında tək qalıb gələcək hədəflərinizi vizuallaşdırmaq onların reallaşmasını xeyli sürətləndirəcək. Əqrəb. Bugün daxili transformasyon enerjinizin gücləndiyini və mənəvi olaraq yeniləndiyinizi hiss edəcəksiniz. Plutonun təsiri ilə gizli qalan həqiqətləri üzə çıxarmaq və araşdırmalar aparmaq üçün ideal zamandır. İş həyatınızda qarşınıza çıxan böyük maneələri strateji zəkanız sayəsində asanlıqla dəf edə bilərsiniz. Maliyyə məsələlərində, xüsusən də ortaq investisiyalarda və ya borc mövzularında diqqətli hərəkət etmək lazımdır. Eşq münasibətlərində həddindən artıq qısqanclıq və nəzarət etmək istəyi partnyorunuzla aranızda gərginlik yarada bilər. Daxili intuisiyanız hər zamankından daha iti olduğundan insanların real niyyətlərini asanlıqla oxuya biləcəksiniz. Sağlamlığınızı qorumaq üçün zərərli vərdişlərdən tamamilə imtina etmək istiqamətində qətiyyətli addımlar atın. Ruhunuzu dincəldəcək psixoloji mövzuda kitablar oxumaq dünya görüşünüzü xeyli genişləndirəcək. Bugün sirrinizi hər kəslə bölüşməkdən qaçmalı və strateji planlarınızı gizli saxlamalısınız. Köhnə borcların qaytarılması və ya gözlənilməz maliyyə dəstəyi gününüzü xeyli rahatlaşdıra bilər. Münaqişəli vəziyyətlərdə soyuqqanlılığınızı qorumaq sizə psixoloji üstünlük və böyük qələbə qazandıracaq. Yaradıcılıq fəaliyyətində emosiyalarınızı sənətə çevirmək daxili gərginliyinizi tamamilə yox edəcək. Yaxın dostlarınızın səmimiyyətinə güvənərək onlarla dərin mövzularda söhbətlər edə bilərsiniz. Həyatınızdakı lazımsız əşyalardan və insanlardan qurtulmaq enerjinizin yenidən sərbəst axmasına şərait yaradacaq. Özünüzə olan inamınızı qoruyaraq qarşıya qoyduğunuz hədəflərə doğru qorxmadan addımlamalısınız. Axşam saatlarında daxili səssizliyi yaşamaq üçün meditasiya və ya dua ilə məşğul olmaq faydalıdır. Ox atan. Bugün Yupiterin nikbin enerjisi sayəsində gələcəyə böyük ümid və inamla baxacaqsınız. Yeni biliklər əldə etmək, fəlsəfə və ya xarici dilləri öyrənmək üçün mükəmməl fürsətlər yaranır. Səyahət planları qurmaq və ya fərqli coğrafiyaları kəşf etmək istəyiniz bugün pik həddə çatacaq. İş yerində geniş miqyaslı layihələrdə iştirak etmək peşəkar nüfuzunuzu xeyli yüksəldə bilər. Şəxsi münasibətlərdə partnyorunuza azadlıq tanımaq aranızdakı sevgini və qarşılıqlı etibarı daha da artıracaq. Maddi məsələlərdə həddindən artıq riskli investisiyalardan uzaq durmaq maliyyə sabitliyinizi qoruyacaq. Qaraciyərinizin sağlamlığına diqqət yetirməli, spirtli içkilərdən və ağır qidalardan tamamilə uzaq durmalısınız.
Dostlarınızla birlikdə keçirəcəyiniz maraqlı macəralar gününüzü unudulmaz və rəngarəng edəcək. Həyatın sizə gətirdiyi çətinliklərə qarşı yumor hissinizdən istifadə etmək stressinizi minimuma endirəcək. Bugün aldığınız şad xəbər gələcək karyera hədəflərinizi yenidən formalaşdırmağa kömək edə bilər. Hüquqi məsələlərdə ədalətin sizin tərəfinizdə olduğunu görərək böyük bir rahatlıq yaşayacaqsınız. Öz fikirlərinizi müdafiə edərkən fanatizmdən qaçmalı, başqalarının da düşüncələrinə dözümlülüklə yanaşmalısınız. Kreativ ideyalarınızı həyata keçirmək üçün lazımi maddi və mənəvi dəstəyi asanlıqla tapacaqsınız. Ruhunuzun inkişafı üçün mənəvi təcrübələrə və ya xeyriyyəçilik işlərinə vaxt ayırmağınız tövsiyə olunur. Daim irəliyə baxmaq və keçmişin uğursuzluqlarına ilişib qalmamaq sizin ən böyük gücünüzdür. Günün sonunda əldə etdiyiniz uğurları qeyd etmək üçün sevdiyiniz insanları ətrafınıza toplaya bilərsiniz. Oğlaq. Bugün Saturnun nizamlayıcı təsiri ilə peşəkar fəaliyyətinizdə maksimum məsuliyyət və ciddi intizam nümayiş etdirəcəksiniz. Karyeranızda uzun müddətli hədəflərinizə çatmaq üçün atacağınız hər bir addım böyük əhəmiyyət kəsb edir. Rəhbərliklə aparacağınız ciddi danışıqlar vəzifənizin yüksəlməsinə və ya maaşınızın artmasına səbəb ola bilər. Maddi məsələlərdə realist və praqmatik yanaşmanız sayəsində büdcənizi uğurla idarə edəcəksiniz. Şəxsi həyatınızda emosiyalarınızı gizlətmək partnyorunuzda sizin soyuq olduğunuz təəssüratını yarada bilər, biraz səmimi olun. Sümüklərinizin və oynaqlarınızın sağlamlığına diqqət yetirməli, kalsiyumla zəngin qidalar qəbul etməlisiniz. Zamanı düzgün idarə etmək bacarığınız sayəsində ən ağır işləri belə vaxtından əvvəl tamamlayacaqsınız. Təcrübəli və yaşlı insanlardan alacağınız məsləhətlər qarşınızda yeni inkişaf qapıları aça bilər. Keçmişdə etdiyiniz səhvləri təhlil edərək onlardan dəyərli dərslər çıxarmaq üçün uyğun gündür. Sosial statusunuzu möhkəmləndirmək üçün nüfuzlu şəxslərlə işgüzar əlaqələr qurmağa çalışmalısınız. Bugün çətinliklər qarşısında göstərəcəyiniz dözümlülük ətrafınızdakı hər kəsin sizə olan hörmətini artıracaq. Evinizlə bağlı təmir və ya tikinti işlərinə başlamaq üçün əlverişli şərait yarana bilər. Səbirsiz insanlarla ünsiyyətdə təmkin nümayiş etdirmək yarana biləcək münaqişələrin qarşısını alacaq. Fərdi inkişafınız üçün yeni peşəkar ədəbiyyatlar oxumaq peşəkarlıq səviyyənizi daha da yüksəldəcək. Özünüzə qarşı həddindən artıq tələbkar olmaqdan qaçmalı və kiçik uğurlarınızı da qeyd etməlisiniz. Axşam saatlarında ailənizlə birlikdə sakit və hüzurlu bir mühitdə dincəlmək gücünüzü bərpa edəcək. Dolça. Uranın yenilikçi enerjisi bugün fərqli və orijinal ideyalarla çıxış etməyinizə böyük stimul verəcək. Standart qəliblərdən kənara çıxaraq cəmiyyət üçün faydalı olacaq sosial layihələrdə aparıcı rol oynaya bilərsiniz. Texnologiya və elmi yeniliklərlə maraqlanmaq peşəkar fəaliyyətinizdə sizə tamamilə fərqli qapılar açacaq. Dostluq münasibətlərinə verdiyiniz dəyər sayəsində bugün ətrafınızda böyük bir dəstək qrupu formalaşacaq. Azadlığınıza olan düşkünlüyünüz şəxsi həyatınızda partnyorunuzla bəzi kiçik anlaşılmazlıqlara səbəb ola bilər. Maddi durumunuzu yaxşılaşdırmaq üçün fərqli və alternativ qazanc mənbələri axtarmaq uğurlu nəticələr vəd edir. Qan dövranı sisteminizə diqqət yetirməli, gün ərzində açıq havada fəal hərəkətdə olmalısınız. İntellektual səviyyəsi yüksək olan insanlarla ünsiyyətdə olmaq sizə mənəvi zövq və yeni vizyon qazandıracaq. Bugün qarşılaşdığınız qeyri-adi hadisələr həyata baxış bucağınızı tamamilə dəyişdirə bilər. Gələcək planlarınızı qurarkən humanist prinsiplərə əsaslanmaq daxili hüzurunuzu maksimum dərəcədə artıracaq. Həmkarlarınızın sizə təklif edəcəyi yaradıcı əməkdaşlıqlar gələcək uğurlarınızın əsas təməli ola bilər. Özünüzü sərbəst ifadə edə bildiyiniz mühitlərdə olmaq daxili potensialınızı tam şəkildə üzə çıxaracaq. Negativ və mühafizəkar düşüncəli insanların fikirlərini yaxına buraxmayaraq öz yolunuzla getməlisiniz. Bugün onlayn platformalarda keçirilən mühazirələrə qatılmaq intellektual bazanızı xeyli zənginləşdirəcək. Səxavətli və yardımsevər tərəfiniz ətrafınızdakı insanların rəğbətini və sevgisini qazanmağınıza kömək edəcək. Axşam saatlarında gələcəyə yönəlik fərdi planlarınızı qeyd etmək onların reallaşmasını xeyli asanlaşdıracaq. Həyatın sizə təqdim etdiyi sürprizlərə açıq olun və dəyişikliklərdən əsla qorxmayın. Balıqlar. Neptunun sehirli təsiri ilə bugün xəyal dünyanız və yaradıcılıq qabiliyyətiniz inanılmaz dərəcədə güclü olacaq. İncəsənət, musiqi və ya rəngkarlıqla məşğul olmaq ruhunuzun dərinliklərindəki emosiyaları sərbəst buraxmağa kömək edəcək.
İntuisiyanız o qədər itidir ki, ətrafınızdakı insanların daxili hisslərini və ağrılarını asanlıqla duya bilərsiniz. İş həyatınızda fədakarlıq edərkən öz şəxsi maraqlarınızı da qorumağı heç vaxt unutmamalısınız. Maddi məsələlərdə real imkanlarınızı düzgün qiymətləndirməli, xəyali və riskli yatırımlardan qətiyyətlə qaçmalısınız. Sevgilinizlə keçirəcəyiniz mənəvi cəhətdən zəngin söhbətlər aranızdakı emosional bağı tamamilə yeniləyəcək. Sağlamlığınızı qorumaq üçün immun sisteminizi gücləndirməli və yuxu rejiminizə ciddi riayət etməlisiniz. Bugün daxili səsinizin sizə pıçıldadığı xəbərdarlıqlara biganə qalmayaraq addımlarınızı ehtiyatla atın. Başqalarının dərdlərinə şərik olarkən öz psixoloji enerjinizi tamamilə tükətməməyə xüsusi diqqət yetirin. Yarımçıq qalmış mənəvi məsələləri və köhnə inciklikləri bağışlamaq yolu ilə tamamilə həll edə bilərsiniz. Bugün xeyriyyəçilik fəaliyyətlərində iştirak etmək daxili dünyanızda böyük bir rahatlıq yaradacaq. Real həyatın reallıqlarından qaçmaq əvəzinə problemlərin üzərinə cəsarətlə getmək sizə güc qazandıracaq. Dostlarınızın sizə bəxş edəcəyi mənəvi dəstək çətin anlarda daxili inamınızı yenidən bərpa edəcək. Su kənarında zaman keçirmək və ya dəniz havası almaq enerjinizi təmizləmək üçün mükəmməllik təşkil edir. Gizli qalan yaradıcılıq istedadınızı üzə çıxaracaq onlayn dərslərə başlamaq üçün əla zamandır. Axşam saatlarında tək qalıb daxili dünyanızı dinləmək gələcək hədəflərinizi aydınlaşdırmağa kömək edəcək.